1, 2, 3. Növbəti ədəd neçə olmalıdır? 4. 4-dən sonra 5 gəlir. 6, 7. Sual işarəsinin yerinə 4 yazılmalıdır. B variantı doğru cavabdır. Verilmiş sırada əvvəlcə əlifbanın ilk hərfləri yazılıb. A, B, C, D. Daha sonra sıra yenidən başlayıb. Yenə A, B, C, D. Təkrar A, B, C. Növbəti nə olmalıdır? D olmalıdır. B variantı doğru cavabdır. Birinci şəkildə maşın görürük. Maşın sözü M hərfi ilə başlayır. Daha sonra ağac gəlir. Ağac sözü A hərfi ilə başlayır. Ən sonda isə balıq görürük. Dostlar, balıq sözü hansı hərf ilə başlayır? Əlbəttə ki, B hərfi ilə. B variantı doğru cavabdır. Birinci dairənin içində 1, 2, 3, 4. 4 nöqtə var. Qarşısında 4 yazılıb. İkincidə 1, 2, 3, 4, 5, 6. 6 nöqtə var. Qarşısında 6 yazılıb. Sonuncuya baxaq. 1, 2, 3. 3 nöqtə var. Deməli, qarşısında da 3 yazılmalıdır. A variantı doğru cavabdır. Sıraya diqqətlə baxaq. 2 dəfə A yazılıb. Daha sonra 1 dəfə B. Daha sonra isə 3 dəfə C. Sonra sıra təkrarlanıb. Yenə 2 dəfə A yazılıb. 1 dəfə B yazılıb. 2A, 1B, sonra nə gəlməlidir? 3 dənə C gəlməlidir. 1, 2C var. Sıranı tamamlamaq üçün 1C'yə daha ehtiyacımız var. Ona görə də cavab C variantında oldu. Üçbucaq, kvadrat, dairə. Sıra təkrarlanır. Üçbucaq, kvadrat, dairə. Sıra təkrarlansın deyə nə ilə başlamalıyıq? Əlbəttə ki, üçbucaqla. Üçbucaq, kvadrat, dairə olaraq davam eləməlidir sıra yenə. Cavabımız oldu A variantında. 1, 2, 3, 4. 4-dən sonra neçə gəlir? 5. 6, 7. 7-dən sonra neçə gəlir? 8. 8-dən sonra 9 gəlir. 9-dan sonra 10. Deməli, birinci sualın yerinə 5 olmalıdır. İkincinin yerinə 8 olmalıdır. 5 və 8. Cavabımız oldu C variantında. Dostlar, ələ əlcək geyinilər. Başa papaq qoya bilərik. Ayağımıza nə geyinə bilərik? Əlbəttə ki, corab. B variantı doğru cavabdır. Birinci sırada 1, 2, 3, 4, 5, 6. 6 xətt görürük, qarşısında da 6 yazılıb. İkincidə 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 xətt görürük, qarşısında 8 yazılıb. Üçüncüdə 1, 2, 3, 4. 4 xətt görürük, deməli qarşısında da 4 yazılmalıdır. A variantı doğru cavabdır. İnək otla qidalanır. Meymun bananla qidalanır. Dovşan bəs? Əlbəttə ki, dovşan yer kökü ilə qidalanır. C variantı doğru cavabdır.